Best of Aygün albomu doğrudan da mənim yaradıcılığımda, nəinki mənim, mən elə gəlir show biznesin yaradıcılığında, bizim mədəniyyətimizdə çox özəl bir yeri olan bir layihə oldu. Gənc müğənnilərin ifalarını xüsusilə istəyərdim vurğulayam. Onlar elə bir tamam başqa bir həvəslə, elə bir üçüncü Pakaleniyan enerjisini qatmışdılar ora. Qara gözünə, qaşına baxır, gözlərinin yaşına baxır, dözmədi qəlbim. Mən sənsiz dəli rüzgar, mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm. Düşün məni, düşün səni, düşündüyüm qədər. Çoxdan başlamışdı artıq bu fikirlər. Niyə çoxdan? Çünki doğrudan da belə bir gün oturduq və baxdıq ki, ən çox belə deyim də, müğənnilər arasında sənət dostları tərəfindən repertuarına ən çox müraciət olunan bir müğənni olduğum da birdən-birə ortaya çıxdı. Və düşündük ki, nədən də olmasın ki, məsələ sənət dostlarım, baxın nə qədər sənət dostlarım mənim repertuarımdan mahnılar ifa edir. Səni məndən kim alır ki? Bana, nə bana? Ya devuşka vostочная. Demli baxırsan, yandırırsan, yarırsan. 31 də olmasa bir normal albomluq artıq mahnı var idi. Biz də fikirləşdik ki, bir də baxdıq, gördük ki, yox, bu onu da keçir. 15-ə yaxınlaşır. Artıq fikirləşdik ki, gəlin onda biz bunu layihə şəklində, daha peşəkar, daha profesional bir şəkildə həyata keçirdək. Məhəbbətə xəyanətə yox. Ayağıma dayanda aşlar. Səninlə bir döyünüm vurur bu ürək. Sənət dostlarımız ki, ifa etmək istəyiblər, onlara da şərait yaradaq ki, hansı mahnı istəyir seçsinlər. Və əlbəttə ki, mənim ürəyimdən keçən insanlar da oldu ki, hansı ki, bu layihədə iştirak etdilər. Ты люби меня даже когда не права. Şəklini çəkə-çəkə hərdən. Bu gecə yenə tək. Sensiz bir günüm olmasın, olmasın inan. Sensizliğim savunma bir sitaş mənim. Nə qədər müxtəlif janrda hamısı demək olar ki, biri-birinə bənzəməyən janrları müğənnilərdə hamısı biri-birindən seçilən. Elə mənim repertuarımda da o qədər rəngarəng mahnılar var ki, bir səpkidə deyil, bir janrda deyil. Ona görə də hər bir müğənni repertuarımda özünü tapa bildi. Mən hər bir ifanı bəyəndim. Ona görə ki, heç bir ifa təkrar olunmadı. Hər kəs öz avazında, öz təbiətində, öz abu-havasında, öz xasiyyətində, öz xüsusiyyətində oxudu. Bade, ne bade. Bir gecə səninlə çəkildik bağa. Olanlar oldu, onu mənə tək sevirdim. Kələn saqar, istəmirəm. Təkcə səni, ürəyimdə təkcə sən təkcə səni. Ölməzlik məhəbbət zirvəsindədir. Hələ bu arasıdır. Nə qədər müğənnilər qaldı səhnə arxasında. Mən belə fikirləşirəm ki, gələcəkdə Best of Aygün 2 albomunu da həyata keçirdə bilərik. 2-3 ilin mahnıları deyil. 90-cı illərdən tutmuş, 90-cı ilin əvvəllərindən və məni Aygün edən bəstəkarların bəstələri, bizim peşəkar, çox önəmli, çox sevilən musiqi xadimlərimiz, əməkdar incəsənət xadimləri, yəni şairlərin, çox böyük şairlərin sözlərinə yazılmış mahnılardır. Sensiz günler öttü, necə ürək yandı, tez gəl. Hər çiçəyin sözünə uyma. Sevdiklərimi damağım gəlir. Görürsünüz, deyirlər show biznesdə birlik yoxdur, amma görün necə gözəl birlik də var. Deməli, elə bir layihə olmalıdır ki, orada birlik həmən özünü göstərir və nümayiş etdirir. Minnətdarlığımı bildirmək istəyirəm bütün kollegalarıma, sənət dostlarıma, öz komandama minnətdarlığımı bildirmək istəyirəm. Beat qrupa öz minnətdar. Doğrudan da bu çox böyük bir layihə oldu, böyük bir iş oldu. Bir növ elə biri ki, mənim komandam
Mən prodüserim Ruslan. Elə bir mənə hədiyyə etdilər bu layihəni, sənət dostlarım. Ben seni sevirəm. Söyle